Bizdə bayram sabahı bu səslə başlayır. Bugün mənim ən sevdiyim gündür, Qurban Bayramı günü. Səhər tezdən bayram namazından sonra bir-birimizlə bayramlaşıb xeyir-dua edirik. Sonra qurbanımızı kəsməyə başlayırıq. Allah hər il kəsməyə qismət eləsin. İstəyən hər kəsə də, bizə də həmçinin. Bu bayram paylaşmaq üçündür. Allah yolunda kəsilən qurbanları ehtiyac sahiblərinə paylamaq lazımdır ki, hər kəsin evində qurban əti bişsin. Bizim kəndin belə gözəl adəti var. Ya Ərəfə günü, ya da bayramın ikinci günü kənd cəmaatı səhər tezdən qəbir ziyarətinə gedir. Daha sonra oradan çıxıb qohumların evinə bayramlaşmağa gedirlər. Bizdə də yenə qaynanam hər zaman olduğu kimi plovu dəmə qoyub belə getdi qəbir ziyarətinə. Onlar gedən arada da mən də çay süfrəsini hazırladım. Oradan çıxıb gələnlər üçün artıq süfrəm hazır idi. Həyətimizin bu gözəl gülləri də süfrəmizə biraz da gözəllik qatacaq. Gəlin tək bu bayram deyil, ilin digər günlərində də paylaşmağı unutmayaq. Bizdə adətlər belədir. Bəs siz tərəfin bayram adətləri necədir? Rəylərinizi gözləyəcəm.